Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm hər biriniz yaxşısınız. Məni soruşsaz, mən də şükür yaxşıyam. Artıq öz səsimlə videolarımı çəkməyə başlamışam. Bu günləri qızlar soyuducu təmizliyi ilə başladım. Dedim soyuducunu təmizləyirəm, elə sizlər üçün də bir çəkiliş başladım. Hər kəsə xoş izləmələr. Qeyd edim ki, qızlar, əslində soyuducunu mən təzə təmizləmişdim. Elə bir şey yox idi. Yəni ki, çox belə bərbad şəkildə deyildi. Sadəcə olaraq içərisi biraz qarışıq olduğu üçün onu yığışdırmaq istədim. Dedim, həm də elə şüşələrini də təmizləyim. Şüşələrini yuduğum yeri çəkməmişəm, çünki çox qarışıqlıq idi. Ona görə çəkiliş edə bilmədim. Yuduqca, belə yəni yerləşdirdikcə çəkmişəm sizlər üçün. Hər kəsin bir təmizlik yeri var. Hər kəsin bir təmizlik qayda-qanunu var. Kimisi, yəni hamı eyni təmizlik edəcək deyə də bir şey yoxdur. Mən də belə təmizləyirəm. İnşallah ki, bəyənərsiniz. Çalışdığım qədər çəkmişəm, əlimdən gələnə qədər. İndi inşallah ki, irəliləyən dəqiqələrdə görəcəksiniz. Bu arada biz belə paketlərdə əslində yığmırıq. Yəni mən xoşlamıram, amma sadəcə olaraq elə şeylər var ki, çox olmadığı üçün mən onu paketlərdə qoyuram. Çünki böyük o saxlama qabları daha çox yer tutur. Az bir şeyə niyə o qədər şey qoyum deyə. Ona görə qızlar, çox yəni ki, saxlama qablarından istifadə eləmirəm. Yəni nəsə çox olanda istifadə edirəm. Bu arada mən soyuducunu söndürmüşdüm. Çünki yəni ki, işığı yanıb keçdiyi üçün işıq yanlı eləyə bilmirəm. Belə. Bu arada sizlər nə edirsiniz, necəsiz? Mən neçə vaxtdır ki, səsimə görə heç video çəkmək istəmirəm. Hələ də yəni ki, hiss eləsəz, biraz da olsa qalıb səsimdə o hissi, xırıltı. Yenə də inşallah ki, düzəlirik yavaş-yavaş. Görək necə olur, axırımız yaxşı olar inşallah. Bu arada sabah inşallah Ramazan bayramıdır. Bu günləri axırıncı oruç tutanların, yəni axırıncı günüdür. Düzdür, mən oruç tuta bilmədim, yarıda dayandım. Allah nəsib etmədi, nə deyim, inşallah gələn il qismət olsun, gələn il tutaram. Çünki həqiqətən özünüz də gördünüz, Allah şahidimdir ki, yalandan heç nə etmərəm. Səsim çox bərbad şəkildə oldu, yəni çox bərbad şəkildə düşdüm, zəiflədim. Neçə gün mən nələr çəkdim, onu bir Allah bilir. Ona görə o deyir, şahidi Allah olanın nəbim heç kim qınaya bilməz. Mənim şahidim Allahdır. Heç kimə sübut etməyə məcburiyyətində də deyiləm. Sadəcə olaraq mən keçən dəfə səsimi də eşitdiniz, bilənlər bildi ki, çox pis xəstələnmişdim. Ona görə mən orucu yarımçıq dayandırdım. 4 gün ya da 5 gün səhv etmirəmsə tutdum. Yenə də Allah keçsin günahımdan. Belə qızlar, sabahları Ramazan bayramıdır, 30-u. Bu münasibətlə hər birinizi təbrik edirəm. Allah bütün tutulan oruçları, edilən duaları qəbul etsin. Allah hər kəsin ürəyində nə arzusu, nə niyyəti var, həyata keçirsin inşallah. Heç kimin arzusu, ürəyi, niyyəti gözündə qalmasın. Hamının duaları qəbul olsun. Allah bütün ilk öncə şəhidlərimizə rəhmət eləsin. Hər zaman unutmaram. Allah ailələrinə səbir versin. Şəhid analarımıza, xanımlarımıza, bacılarımıza Allah səbir versin. Atalarımıza, qardaşlarımıza Allah səbir versin. Həqiqətən çox çətindir. Biz hamımız ailələrimizin yanındayıq, amma onlar hər zaman bir yarımdılar. Ona görə Allahdan hər birinə rəhmət diləyirəm. Qazilərimizə də can sağlığı arzulayıram. İnşallah ki, bir daha torpağımızda, Azərbaycanımızda, millətimizə belə bir şey göstərməsin. Belə qızlar, Allah etdiyiniz dualarınızı, tutduğunuz oruçlarınızın hər birini qəbul etsin. Bütün xəstələrə də şəfa diləyirəm. Gözü yolda olanlara Allah kömək olsun. Bütün dərdi olanlara, xəstə olanlara şəfa, övlad həsrətində olanlara övlad nəsib etsin. Allah heç kimi yarımçıq qoymasın. İnşallah ki, gələn il bu Ramazanı daha gözəl şəkildə necə deyim, qarşılayaq. Yenə bizə qismət olsun bu günlər. Həqiqətən bu gözəl ay idi. Düzdür, qısa necə gəldi, necə getdi bilmirik. Amma gözəl aydı, qədir gecələrimiz oldu, dualarımız oldu. Allah bütün dualarımızı qəbul etsin. Bu arada burada qolumda nəsə görünə bilər. Çünki təmizləyəndə istər-istəməz qolum, köynəyimin qolu batır. Ona görə
Bilirsiniz ki, mən də necəyəm, eləyəm. Mən xoşlamıram. Yəni ki, ay gedim tez qolumu dəyişib kimsə görər. Yox. İş görürlər, istər-istəməz batırım. Sonra qızlar, sonra təmizlədim, qurtardım. Az qalıb dünyaya gəlməsinə. İnşallah sağ-salamat gəlsin. Ona görə elə bir balaca mini onunla əyləndim. Yəni bizdə qalmışdı. Oturduq, biraz əyləndik, elədik, oynadım. Biraz ondan sonra gəldilər baldızım. Biraz Allah verəndən düzdük süfrəmizə. Allah hər kəsin süfrəsini açıq eləsin. Bizdə belə. Sonra qızlar, qabları yuma hissəsində çəkməmişəm. Burada elə qabları yudum, dedim quruluyum. Həm də sizlərə bir görüntü çəkim. Çünki video çox qısa olur. Ona görə çalışıram ki, çəkilişlər edim. Əslində deyim ki, neçə gündür ki, səsim belə olduğu üçün heç həvəsim yox idi video çəkməyə. Amma əslində çox istəyirdim. Belə, nə bilim, indi inşallah ki, düzəldərəm bunu. Hər dəfə deyirəm, amma düzəldə bilmirəm. Çünki qızlar, elə bir şey, həyat elə bir şeydir ki, günü-gündən bir şey çıxır, zaman-zaman nəsə qarşılaşırıq. Bu günləri yatırıq, sabahları elə bir şey olur, deyirik ki, biz axı dünən bunu xəyal eləməmişdik, bu niyə belə oldu, o niyə elə oldu. Həyat çox fanidir. Mən, necə deyim, bunu əslində çoxdan öyrənmişəm. Amma həqiqətən zamanında qədrinizi bilin, zamanında həyatınıza baxın, sevdiklərinizin zamanında qədrini bilin. Çünki inanın bu deyirəm, bu həyat çox qısadır. Sabah başımıza nə gələcək bilmirik, nə olacaq bilmirik. Allah hamının köməyi olsun. Belə qızlar, burada səsimi sonlandırıram, üstdən yazmanı. İndi irəliyən dəqiqələrdə videonun səsindən danışmışam. İndi də qonaqlarım getdi. Mən də buranı biraz səliqəyə salım, buraları yığışdırım. Qablar oradadır. Burada biraz bir-iki şeylər var. Bunları yığışdırım. Belə, qaynanam da getdi, qonaqlar da getdi. Yoldaşım da bayırdadır. Mən də elə tək qalmışkən biraz iş görüm dedim. Buraları biraz səliqəyə salım. Uşaq olanda ev belədir. Əslində böyük bir şey dağıtmayıb, amma yenə də bir-iki şeylər var ki, dağılıb, yerindən oynayıb. Onları biraz səliqəyə salım sizlərlə. Yenə danışarıq.
Biraz göz dəyişikliyi üçün istəyirəm ki, bugün süfrə sərməyim. Buraları götürüm belə süfrəsiz. Süfrəm əslində kirlənib. Ona görə süfrəsiz bir müddət belə istifadə eləmək istəyirəm. Belə bunları qoydum. Əslində bunlar belə qırış görünür. Heç sevmirəm belə görünmələrini, amma bunu mən qatlayıb qoyduğum üçün belə qırışır. Sonra isə açılır əslində belə. Yəni ki, biri işlədikdən sonra açılır. Yəni ilk belə görünür, amma sonra açılır. Ona görə indi müvəqqəti bunları istifadə edəcəm məcbur. Bizdə hələ də bayram bitsə də bayramın aid yəni ki, necə deyim, bayrama aid şeylər hələ ki bitməyib. Ona görə mən qorqa qabını doldurmaq istəyirəm. Burada hələ belə varımızdır. Mən çox sevirəm qovurğanı. İndi bilmirəm kim necə, amma mənim dəhşət xoşuma gəlir. Ona görə mama sağ olsun bu illərim xeyli mənim üçün göndərib. Bizdə də evdə məndən başqa heç kim yemir. Yoldaşım sevmir. Qaynanam görə də xoşlamır. Ancaq ki, mən sevirəm. Ona görə də mən özüm tək başıma yeyirəm. Bayramdan qalan son 3 şəkər bura. Bunu indi boş qapa qoyub stolun üstə qoymaq istəyirəm. Yoldaşım gələndə yesin. İnanırsınız qızlar, bu bayramda mən bir dənə olsun şəkər bura yeməmişəm. Yəni heç birini belə yeməmişəm. Bəlkə bugün biraz sınadım. Çünki heç sevmirəm, yəni şəkər bura, paxlava. İndi deyirlər ki, şəkər buranı, paxlavanı sevməyən adam var. Bəli qızlar, mən sevmirəm. Yəni heç xoşlamıram, heç sevmirəm. Yəni sevmədiyim bir şeydir. Vəbşi nəinki şəkər bura, paxlava, bütün şirniyyatlardan demək olar, yəni sevmədiyimdir. Mən ümid şirniyyat yemirəm. Bu qəribədir, niyə yemirəm, niyə yeyə bilmirəm, heç özüm də bilmirəm. Amma ki, çox pis bir şeydir. Bəlkə də buna görə arığam bu qədər. Amma nə bilim qızlar, çox adam elə bilir ki, həqiqətən öz istəmədiyim üçün yeyirəm. Yəni istəmədiyim üçün bilə. Amma yoldaşım deyir ki, o qədərdir, yəni ki, şirniyyat görəsən, amma yəni heç üzünə belə baxmayasan. Yoxdur məndə belə bir şey. Nəysə, aparaq bunu qoyaq stolun üzərinə. İndi yoldaşım gələndə yəqin ki, çayla içər.
Belə, buraları təmizlədim. Bunu özüm qoymuşam, çünki çay içəcəm birazdan. Bu arada bu çaşqamı yoldaşımın bibisi-gildən gətirmişəm. Getmişdim ora. Bunda onlarda belə saşqalar çoxdur. Onun bibisi xoşu gəlir belə şeylərdən. Getmişdim ora. Burada onlarda bunda çay içdim nə qədər. O da bibisi dedi ki, götür apar verirəm sənə evdə özün. Yəni ki, mən belə qara rəng çaşqa axtarıram əslində. Heç hələ ki qarşıma çıxmayıb. Nə marketlərdə, nə qapıqda hələ ki tapamamışam. Sırf belə qara, yəni mat istəyirəm. O da ona görə dedi ki, götür apar verirəm sənə. Ona görə mən də gətirdim belə özüm üçün. Bunda çay içirəm. Qaralar xəstəsiyəm qızlar. Bu qara, bu qara, bu qara. Xunamey belim düzdür, qara deyil, amma qaraya oxşuyur. Bir sözdən yəni qara rəng xəstəsiyəm. Geyimlərimi də çox vaxt görə bilərsiniz qara rəng. Bu qara deyil amma. Yəni ki, belə, su qabım belə qaradır da, yəni təsəvvür edin, su qabım belə yəni qaradır. Belə, bu qız qara xəstəsidir. Belə qızlar, evi təmizlədim, hər yer tərtəmiz. Buraları belə təmizləmişəm, oralar da hamısı təmizdir. Ev əslində təmiz idi, sadəcə olaraq ortalıqdakı tör-töküntüləri yığışdırdım. Belə, süfrəmiz burada. Burada divanı da səliqəlidir belə. Belə. İndi isə qızlar, çantamda nə var, onları sizlərlə paylaşmaq istəyirəm. Mənim çantamda əslində elə də çox böyük bir şey saxlamıram. Heç də yəni sevmirəm. Sadəcə olaraq bir-iki şeylər var. Onları da istədim ki, sizlərlə paylaşım. Əslində çox görürəm çantamda nə var vloglarda çəkirlər xanımlar. Mənə də maraqlı gəlir həmişə ki, görəsən kimin çantasında nə var. Bu biraz qəribə səslənsə də, amma yəni ki, insana maraqlı gəlir belə şeylər ki, əsasda qadınlardakı, yəni ki, nə qoyurlar, hansı makiyaj vasitələri qoyurlar və yaxud da başqa nə var çantalarında. O mənə maraqlı gəlir. Mən də bu günləri çantamı sizlərlə bölüşmək istəyirəm. Bu arada bu çantam mənim çoxdan varımdı. Heç görməmişsiniz çəkilişlərdə, heç istifadə eləmirdim. Təzə çıxarmışam ortalığa ki, istifadə eləyim. İndi isə açaq, görək çantamızda nələr var. İlk öncə hər zamanki kimi kaşlokumu göstərim. Belə bir kaşlokum var. Bu arada kameranı qabaq kameranı çəkirəm. Çünki mənim təzə telefonumda qabaq kamera çox gözəl çəkiliş çəkir, xoşum gəlir. Arxadan daha çox qarşı kamera məni daha çox, yəni necə deyim, məmnun eləyir. Çünki arxada biraz rəng verir, amma qabaq kamerada tam olduğu kimi göstərir. Düzdür, biraz qaranlıq düşə bilər, amma yenə də düşünürəm ki, yaxşıdır. Belə bir kaşlokum var qızlar. Belə, yəni içərisində pulum var biraz. Bu həkim vizit kartıdır. Hansı həkimdir sözünü də bilmirəm, amma saxlamışam. Sonra isə belə vəsiqəmdir. Biraz da qəpiklərim var. Hər şey olduğu kimi. Xoşum gəlir. Bunu qoyaq bura. Sonra isə belə bir dərman var. Bu dərman da ki, səsimin açılmağında, boğazımın demək olar ki, düzəlməyində çox böyük bir rolu var. Bunu mənə anam demişdi, sağ olsun. Beləm, ketotven deyəsən, nəsə bilməm, belə bir şey. Bunu, yəni ki, öskürək olan xanımlar varsa, əgər kanalımda öskürməkdən əziyyət çəkirlərsə, 100% istifadə edin. Çox gözəl dərmandır. Belə. Bu isə ətrimdir. Bunda belə. Bunu mənə qaynanam 8 martda almışdı. Bilirsiniz, görmüşsünüz, o ətirdir. Belə. Ətri sumkama atmışam ki, qalsın sumkamda. Zaten evdə istifadə eləmirəm çox vaxt. O var, ayrıca ətirdir. Onu evə qoymuşam. Bunu isə sumkama qoymuşam ki, harasa gedəndə sumkamda olsun. Belə bir zakolka var. Balaca mini. Bunu da atmışam sumkama ki, birdən evdən tələsik çıxıram. Nəsə götürə bilmirəm, sumkamda olsun deyə. Bir də ki, belə bir dodaq boyası var sadə. Bunu da keçən dəfə göstərmişdim sizə. Bunu da atmışam sumkama ki, birdən mən elə olur ki, yoldaşım gəlir, tez ol çıxırıq. Sumkama atıram ki, ən azından götürə bilməsəm, tez bazar bunu götürüm, çıxım yəni. Ona görə sumkama belə bir şey də qoymuşam.
Bu isə dodaq boyasıdır. Bundan 2 dənə varımdır. Birini evə qoymuşam, birini isə sumkama qoymuşam ki, birdən harasa gedəndə eləyəndə sumkamda olsun. Belə qızlar, mənim sumkamda gördüyünüz kimi budur. Başqa heç nə yoxdur. Baxın, başqa heç bir şey yoxdur, bomboşdur. Dediyim kimi, çox bir şey yoxdur sumkamda. Sadəcə olaraq bunlar idi. Ona görə də onları da istədim ki, sizlərlə paylaşım. İndi isə yığaq yerinə. Mən çantada xoşlamıram çox şey hərrəməyi. Heç sevmədiyim şeylərdir. Ona görə heç çox şey yığmaq istəmirəm. Düzdür, gündəlik məsəl üçün işləsəm, bəlkə deyə düşünürəm ki, nəsə ola bilər. Amma belə, yəni heç bir şey xoşlamıram, doldurum sumkama və yaxud da nəsə bir şey yığım yox. Sadə gündəlik şeylər. Əslində əksinə mən böyük sumka götürməyi heç sevmirəm. Bu sumkanı da ona görə çox, yəni ki, xoşlamıram götürməyi. Amma rəngindən xoşum gəlir. Qəşəng rəngi var. Belə qızlar. Çantamda nə var? Rubrikası da sona yetdiyi üçün indi isə gedək özümüzə bir çay süzək. Çünki bu günləri kinoum var. Oturub ona baxacağam. İndi yoldaşım gəlsə gələr, gəlməsə də eybi yox. Özüm oturub baxarım. İndi isə qızlar, sizlərlə sağollaşıram. İnşallah ki, videomu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. İnşallah ki, bəyənmişsinizdir, ümid edirəm. Artıq yay gəlir, yaya doğru gedirik. Çalışacağım ki, vlogları tez-tez paylaşım. Bu aralar biraz səsimə görə yəni ki, vlog paylaşa bilmirdim. Çünki səsim çox bərbad şəkildə batmışdı. Artıq şükür yaxşıyam, hər şey yaxşıdır. İndi inşallah ki, çalışacağım vloglarıma, kanalıma biraz diqqət edeyim. Çünki kanalım çox həqiqətən bərbad vəziyyətdədir, dağılıb tökülür bir sözlə. Ona görə çalışacağım ki, videolarımı, rejimlərini düzəldim. İnşallah ki, sizlər də mənə dəstək olmağı unutmarsınız. Əgər kanalım qarşınıza yeni çıxıbsa, kanalıma abunə olmağı, videolarımı bəyənib fikirlərinizi yazmağı unutmayın. Və abunəsinizsə zəhmət olmasa da videolarımı bəyənib yenə də fikirlərinizi yazmağı unutmayın. İnşallah ki, bəyəndiniz, inşallah ki, sevərək izlədiniz və dəstəyiniz üçün də hər birinizə öz təşəkkürümü bildirirəm. Növbəti videolarda, növbəti vloglarda görüşənə qədər hələlik özünüzə yaxşı baxın. Sağ olun qızlar.